Gəncə şəhər prokurorluğunda olduq. Bizə istintaqın davam etdiyini bildirdilər. Doğru Xəbər Azərbaycan xəbər verir ki, bu barədə Teleqrafa Elgün İbrahimovun dayısı Sadiq Zeynalov danışıb. Onun sözlərinə görə ötən gün Elgün İbrahimovun ailə üzvləri Gəncə şəhər prokurorluğuna çağırılıb. İzahatlarımız alındı. Bizə bir daha söz verdilər ki, hadisə tam şəkildə, obyektiv araşdırılacaq. Hər bir ailə üzvümüzün izahatı alındı. Sadiq Zeynalov hadisə ilə bağlı sosial şəbəkələrdə yayılan bəzi xəbərlərdən də narahat olduqlarını ifadə edib. Xüsusilə Elgün İbrahimovun intihar etməsi xəbərlərinə münasibət bildirib. Rəsmi qurumlar belə bir açıqlama verməyib. Bacım oğlunun heç nədən şikayəti olmayıb. Çox gözəl oxuyurdu və biz əmin idik ki, uşaq universitetə qəbul olacaq. Nəsə problemi olsa belə biz dayılarına, nənəsinə, ən önəmlisi hər kəsdən çox istədiyi anasına deyərdi. Çünki anası ilə həmişə fikirlərini bölüşüb. İndi rəsmi qurumların təsdiq etmədiyi xəbərləri utanmadan sosial şəbəkələrdə və müxtəlif media qurumlarında paylaşırlar. Xahiş edirəm, belə halların qarşısı alınsın. Hər kəs uydurma xəbər paylaşır. İbrahimov sonuncu dəfə anası ilə danışıb, hazırlığa getdiyini bildirib. Qeyd edək ki, Elgün İbrahimov ağır vəziyyətdə Gəncə Dövlət Texnologiya Universitetinin tərk edilmiş yataqxanasında tapılıb. Xəstəxanaya çatdırılan 11-ci sinif şagirdi bir gün sonra xəstəxanada həyatını itirib. Hadisə ilə bağlı Gəncə şəhər prokurorluğunda araşdırma başlanılıb.